3 manat 15 qəpik. Bax bu dəqiqə bu şalvarın qiyməti 3 manat 15 qəpikdir. 10 manat 50 qəpikdən 70% endirimlə 3 manat 15 qəpik və yaxud bu şalvarın qiyməti 14 manatdan 70% endirimlə 4 manat 20 qəpik. Bunun da qiyməti 4 manat 20 qəpiyə düşür, 14 manatdan 70% endirimlə. Bura Grand Memi'nin birinci mərtəbəsidir, mənfi birinci mərtəbəsidir. Super endirimli məhsullar var burada. İkinci əl Avropa geyimləri mağazasıdır və gördüyünüz kimi çox böyük mağazadır. Bir dənə veşikada boş yer görməzsiniz. Hamısı doludur, endirimlər ki möhtəşəmdir burada həqiqətən də. Çoxdan da paylaşmırdım, bizə yazılır ki, bəs ikinci əl Avropa geyimlərini paylaşım edə bilərsinizmi? Bəli, edirik. Siz də bu arada videonu izlərkən hər kəs bir dənə əziyyətimizə dəstək olaraq bir dənə videomuzu bəyənin, kanala abunə olun ki, biz də daha da həvəslə sizə yeni formatlar, yeni videolar paylaşaq. Bu cür etiketli məhsullar mağazada həddindən artıq çoxdur. Məsəl üçün cins şalvarlar var, hansı ki 14 manatdan 70% endirimlə 4 manat 20 qəpikdir bunun qiyməti. 29 manatdan 70% endirimlə 8 manat 70 qəpik bunun qiymətidir. Sonra bu neçə düşür? 19.90 50%. 9 manat 95 qəpik bu dəqiqə bunun qiymətidir. Çeşid çoxdur. Bir daha xatırladım ki, səhifəmizdə Instagram və TikTok, YouTube hesabımızda paylaşmışıq. Digər filiallarda da var endirimlər. Bəzi mağazalarda 1 manatda düşür qiymətlər, bəzi mağazalarda 2 manatda düşür qiymətlər və hər gün biz bunun haqqında qısa shortslarımızda, YouTube shortslarımızda paylaşımlar edirik. Ona görə də qaçırmamaq üçün nə etmək lazımdır? Bir dənə səhifəmizə abunə olun ki, biz paylaşım edən kimi sizə bildirişlər gəlsin. İndi krossovkaları da göstərəcəm az sonra. Sadəcə videonun sonu kimi izləyin və bizə dəstək olmaq üçün bir daha xatırladım ki, kanalımıza abunə olsanız bizə böyük bir dəstək olmuş olarsınız. Hanım paltarlarıdır, uşaq paltarlarıdır, ov geyimləridir, moto geyimlərdir. 3 mərtəbəli böyük mağazadır bura. Amma yenə deyirəm, bura hələ mağazanın mənfi birinci mərtəbəsidir. Super endirimli məhsullar bölməsidir. Misal üçün bu kurtkanın qiymətini göstərmək istəyirəm sizə. 29 manatdan 50% endirimlə 14 manat 50 qəpik. Bu dəqiqə bunun qiyməti 14 manat 50 qəpikdir. Və yaxud da burada nə var bu kurtkalardan göstərək də. Misal üçün bunun qiyməti 21 manatdan 50% endirimlə 10 manat 50 qəpik bu dəqiqə bunun qiymətidir. Sonra ayaqqabılar, krossovkalar var qəşəng burada. Misal üçün Nike görürəm buradan. Bu cür qəşəng Nike qiymətini çox yaxşıdır. 42 manat olub və 50% endirimlə 21 manata. Bundan belə çəksi yoxdur. Yəni quş kimi bir şeydir. Rahat bir şeydir. Neçədir bunun qiyməti? 42 manatdan 50% endirimlə 21 manat. Yaxşı, normaldır valla. Bax 10 manat 50 qəpikdir. 10.50-dən 50% endirimlə 5 manat 25 qəpik. Grand Memilərdə ümumiyyətlə həmişə endirim var, bilirsiniz. Bütün qırmızı etiketlərə 70% endirim var, bütün sarı etiketlərə 30% endirim var, bütün yaşlı etiketlərə isə 50% endirim var bu mağazada. Mağaza çox böyük mağazadır. Səhifəmizdə yetərincə videolar var, izləyə bilərsiniz. Qısa shortslarımızı keçib izləyə bilərsiniz və qarşıda yeni bayram endirimləri olacaq. O da paylaşım edəcəyik. Misal üçün belə bir qəşəng kurtka var. Bax, belə kurtkanın qiyməti neçə olsa yaxşıdır. Baxın, 54 manatdan 50% endirimlə 27 manatdır. Bu dəqiqə bunun qiyməti 27 manatdır mağazada. Çünki üzərində yaşlı etiketi 50% endirim var. Və yaxud da belənçi bir qəşəng bahalı bir modelli kurtka var. İçərisi termostatdır və bu firmanın malları baha olur, yəqin bilirsiniz. Görürsünüz, bu cür qəşəng su keçirməyən, içərisi isti, qiyməti 29 manat olub, sizə görə 30% endirimlə 20 manat 30 qəpiyə düşür. Sonra belə bir pencək var. Pencək deyirsiniz, plaş deyirsiniz. Qısa bir şeydir. Yəqin pencəkdə 42 manatdır bunun qiyməti, hansı ki bahalı modeldir. Burada isə endirimsiz qiyməti gördüyünüz kimi 42 manatdır. Və yaxud bu cür, baxın, qəşəng şeylər çoxdur, göstərəcəm hamısını axıra qədər. Neçə olub bunun qiyməti? 29 manatdan 50% endirimlə 14 manat 50 qəpik. Bax, bu dəqiqə bunun qiyməti 14 manat 50 qəpiyə satılır mağazada. Çoxdur, bax, pencəklər çoxdur. Bu tərəf ümumiyyətlə, bax, axıra qədər hamısı kurtkalardır, görürsünüz. Hamısı düz axıra qədər, hamısı kurtkalar, vetrovkalar, xanımlar üçün, bəylər, uşaqlar üçün hər şey satılır burada. Bu tərəf ancaq ayaqqabı və krossovkalardır gördüyünüz kimi və çeşiddir, həddindən artıq çoxdur. Misal üçün 19.90-dan 70%, 5 manat 97 qəpik bu dəqiqə bunun qiymətidir. 5 manat 97 qəpik. Mağaza Binə Ticarət Mərkəzində yerləşir, düz keçid məntəqəsinin yanında. Çox sadə, çox rahat yerdədir. Yəni girib o bəzi mağazalar kimi sıra, küçə, dönmürsən ora, dönmürsən bura. Sadəcə keçid məntəqəsi yanına gəlirsiniz və mağazanı görəcəksiniz. 3 mərtəbəli böyük mağazanı görəcəksiniz. Və yaxud bunun qiyməti 42 manatdan 70% endirimlə 12.60. Çünki bax bütün qırmızı etiketlər fikirsə 70% endirimdir. Sonra bu cür yaşlı etiketlər var, 50% endirimdir. Bax bunun qiyməti hələ endirimsiz. Bax indi deyəcəm ki, ola bilməz. 8 manat 70 qəpik hələ bunun endirimsiz qiymətidir. Baxın. 8 manat 70 qəpik endirimsiz qiymətidir. Üstə gəldi ki 50% endirim var, düşür 4 manat 35 qəpiyə. Bu dəqiqə bunun qiyməti 4 manat 35 qəpikdir. Sonra burada yenə də var 8 manat 70 qəpik, 50% endirimlə 4 manat 35 qəpik. Converse görürəm 37 manatdan 70% endirimlə, demək 11 manat 10 qəpik. Qırmızı etiketlər 70% endirimdir, yaşlı etiketlərə 50% endirim var
Və bu cür sarı etiketlər var. Hansı sarı etiketləri tapsam, sarı etiketlər isə mağazada 30% endirim var. Sarı rəng görmürəm burada olub. Mən burada hamısı elə yaşıl, qırmızı, yaşıl, qırmızı. Qırmızı 70%-dir. Qırmızı 70% nə qəşəng. Sarı etiketlərin az olması yaxşıya əlamətdir. Niyə? Çünki 30% endirim azdır. Əksər mallarda bu o deməkdir ki, 70% endirim var. Bir dənə budur görürsünüz. 6 manat 80 qəpikdən endirimsiz qiyməti, 30% endirimdə 4 manat 76 qəpik. Xanım paltarlardır. Hamısı qırmızı etiketlərdir. Baxın, 70% endirimdə 6 manat 80 qəpikdən 70%, 2 manat 4 qəpik. Baxın, bu dəqiqə bunun qiyməti 2 manat 4 qəpikdir. Binə ticarət mərkəzi yerləşir mağaza. Keçid məntəqəsinin yanında bir xatırladan çox sadə və rahat yerdədir. Heç bir sıra, heç bir riyad axtarmırsınız. Bax, ora axıra qədər kurtkalardır. Baxın, hamısı kurtkalardır. Hamısı düz axıra qədər gördüyünüz kurtkalardır. Qadın donlarını göstərirəm. Sonra 14 manatdan 70%, 4 manat 20 qəpik, 14-dən 70%, 4 manat 20 qəpik, 21 manatdan 70%, 6 manat 30 qəpik, 14-dən 70%, 4 manat 20 qəpik, 14-dən 70%, 4, 26, 80-dan 70%, 2 manat 4 qəpik. Bax, bu dəqiqə bunun qiyməti, özü etiketli daha baxın. Görürsünüz, etiketli maldır. Bunun qiyməti bu dəqiqə 2 manat 4 qəpik. İnanmayanlar yaxından baxa bilər. 2 manat 4 qəpik, bəli. Sonra burada kişi paltarları hardadır görək. Sunkalar var, sunkalar. Bax, bu dəqiqə bu sunkanın qiyməti elə endirimsiz 5.80-dir. Görürsünüzmü, baxın. 5 manat 80 qəpik endirimsiz qiyməti, üstə qədər 50% endirimli 2 manat 90 qəpiyə düşür. Bu tərəfdə ov geyimləri bizdən çox soruşdular bəylərimiz, qardaşlarımız. Baxın, bunlar hamısı ov geyimləridir, hərbi geyimlərdir, var. Qiymətləri ki, 29 manatdan 50%, 14 manat 50 qəpik, 21 manatdan 50%, 10 manat 50 qəpik, 17.90-dan 50%, 8 manat 95 qəpik. Bu qədər. Və burada nə var? Etiketli mallar da gördüyünüz kimi çoxdur. Baxın, bu etiketli mallar çoxdur mağazada. İndi paylaşıram. Yəni bu mini mağazaların öz alıcı qüvvəsi var, öz izləyiciləri var. Həmişə bizə yazırlar, soruşurlar filan mağazada endirim nə vaxtdır. Amma bəzi belə deyək də bekar adamlar lağ eləyirlər. Ay ölü paltarı belə getdi, diri paltarı belə gəldi. Başlayır gic-giclər yazmağa. Vallahi həmin o insanların səhifələrinə girib baxıram, o lağ eləyənlərin. Otururlar kafedə, restoranda çörək yeyirlər. O vilka qaşıqlar hansı alkaşların, hansı yüzdən ilaqların ağzına girib çıxıb bilmirlər. Onları bəhbəhlə ağzından sağla çıxardılar. Onlardan iyrənmirlər. Amma gəlirlər bu cür etiketli mala, bax göstərdiyiniz kimi, gördüyünüz kimi bu cür etiketli mal hansı ki indi göstərdim sizə. Bax bu cür etiketli mallara bunlar durub mənə nazqoz eləyirlər. Görürsünüz, etiketli mallardır. Ümumiyyətlə mağazanın mallarının demək olar yarısından çox etiketli mallardır. Bu kurtkanın qiyməti neçədir? 17.90 50%, 8 manat 95 qəpik bu kurtkanın qiymətidir. Çox yazdılar. Mən də düzdür cavab yazmam belələrinə. Hər öz səviyyəsini göstərədi məsələdir. Uşaq paltarlarda hamısı göz qabağında. Baxın 10.50-dən 70%, 3 manat 15 qəpik. Baxın etiketli mal ilə çıxdı qabağıma. Hansı ki ikinci əl deyil. 10.50-dən 70%, 3 manat 15 qəpik bu dəqiqə bunun qiymətidir. Hə, boş deyirlər, ay nə bilim ölü paltarı belə getdi, diri paltarı belə gəldi, lağ eləyirlər, nağarlar. Valla həmin o səhifələrə girib baxıram o insanların. Elə bədbəxt insanlardır. Otururlar o ən pastelini kafelərdə çörək yeyirlər. Hansı ki orada alkaş, it, qurt girib çörək yeyir. Heç ora inansız mən girmərəm yeri gələndə. O qədər bərbad yerlərdən girib çörək yeyirlər. Oradan iyrənmirlər, amma gəlirlər bura paltarlara mız qoyurlar. 19.90-dan 70%, 5 manat 97 qəpik. Qaşı şavullar da var ha. 18-dən 50%, 9 manat. Bax bu dəqiqə bu şalvarın qiyməti baxa bilərsiniz. Jack Jones görürsünüz. 9 manatda. Bu dəqiqə bunu 9 manat ver, apar getsin. 23 manatdan 50%, 11 manat 50 qəpik. Bu dəqiqə bunun qiyməti 11 manat 50 qəpikdir mağazada. Kombat şavallar da var, alt paltarlar var, pərdələr var, tekstillər var. Bunlar hamısı tekstillərdir gördüyünüz kimi. Bunlar hamısı tekstillərdir gördüyünüz kimi. Mağazanın filialları çoxdur. Səhifəmizə baxsınız görəcəksiniz. Binə Ticarət Mərkəzi filialdır bura. Binə Ticarət Mərkəzi. Mağazanın Nərimanovda, Sumqayıtda, Əhmədlidə, Montində, Əcəmidə filialları var. Şəhərlər bölməsində yazın kimi hansı filial lazımdırsa mən yazaram adresini haradır. Və istəsəz həmin mağazaların telefon nömrəni yazaram. Kim istəyirsə Əhmədlidə 4 mərtəbə mağazanın nömrəsini yazaram. Kim istəyirsə Nərimanov nömrəsini yazaram. Kim istəyir Əcəminin nömrəsini yazaram. Ki gedib həmin o endirimlərdən faydalana bilərsiniz. Bax, krosovka budur, bax görürsünüz. 54 manat qiyməti olub bunu. Bax, baxa bilərsiniz. İnternetə baxa bilərsiniz, baha bir şeydir. Bu arada hələ endirimsiz qiyməti 54 manatdan 70% endirimdə 16 manat 20 qəpik. Bax, bu dəqiqə bunun qiyməti 16 manat 20 qəpiyə satılır mağazada. Hansı ki Grand Leminin Binə Ticarət Mərkəzi filanında. Bax, bu cür ayaqqabı. Bax, təp-təzə. Bax, görürsünüz, altına baxın. Heç şporuna dəyməyib bu dəqiqə. İçin etiketinə qədər qalıb. 42 manatdır. Üstə gəldi ki 70% endirimdə 12 manat 60 qəpik.
bu dəqiqə bu ayaqqabının qiyməti 12 manat 60 qəpiyə satılır. Grand Mimi'də. Endirimlər çoxdur, yenə deyirəm, vallahi heç bilmir hansını göstərsin. Siz də sadəcə olaraq bizə dəstək ola bilərsiniz. Əgər istəsəniz part 2-ni paylaşaq, çünki çoxdan memeləri paylaşmırıq. İstəsəniz part 2-ni paylaşaq, səhifəmizə kommentar yazarsınız, part 2 həmin yazsın. Biz də çoxluğa görə part 2-ni paylaşırıq və hansı filialı istəyirsinizsə onu da yazarsınız. İndi bu günləri Binədən çəkiliş edirəm. Gələn dəfə istəsəniz Əhmədlidən çəkərəm, 4 mərtəbəli mağazanı, Nərmanovdan çəkərəm. Haradan istəsəniz deyirsiniz, oradan çəkiliş edərik. Və bir daha xatırladım ki, bura Grand Mimi'nin Binə Ticarət Mərkəzi filialıdır. Videomuzu buna sonlandırmaq istəyirəm. Bu arada sizdə hər kəs dəstək olsun videomuza, kanalımıza abunə olun. Sağ olun, var olun, Allah'a əmanət qalın.